Salam uşaqlar, bugünkü dərsimiz səhifə 44-dədir. Bax, bu gördüyümüz dərsdə adə deyir, oxuduğunuz hansı mətnlərdə heyvanların insanlara yardımından danışır. Biz Qartalın təşəkkürü mətnini az öncə keçdik və orada Qartalın bir yaşlı kişiyə yaxşılığın cavabı olaraq, belə deyim də, zəlzələdə dağılacaq olan evin altında qalmaması üçün papağını götürüb qaçmışdı və həmin o yaşlı adam evindən uzaqlaşmasaydı, zəlzələ zamanı ev uçardı. Həmin adam da evin altında qalıb dünyasını dəyişərdi, ölərdi. Ona görə də Qartalın təşəkkürü zamanı Qartalın necə bir quş olduğu barəsində də məlumat toplamış olduq. Demək, həm yaşlı kişiyə yardımı barədə, həm də zəlzələni qabaqcadan hiss edən bir heyvan kimi tanımışdıq. Və daha bir neçə mətnlər olur ki, itlər insanları xilas edir. Bir dənə mətndə keçmişdi ki, orada it demək yanğından xilas etmişdi balaca bir körpəni. Balaca bir körpəni xilas etmişdi və xilaskar it mətni idi. Yəqin ki, xatırlayırsınızsa, ev yanırdı və yanğın söndürənlər gələndə it içəri keçdi və balaca körpəni xilas elədi və onun gəlinciyini də xilas etmişdi. Biz keçmişik xilaskar it. Burada it dediyimiz kimi kömək sevər bir heyvandır həm də. Xilaskar it mətni Qartalın təşəkküründə Qartalın yəni kişini xilas etməsi. Yəni bu kimi bir çox heyvanlar var ki, onların insanlara, belə deyim də, necə yardımı barəsində söz açılır. Və B variantında Alabaşın kömək mətnini oxuyaq. Mən orada karandaşla işarə eləmişəm və mətnə əsasən demək ardıcıllıq belədir. Birinci, qoyunlar dağda otlayırdılar. Sonra birdən canavar onlara hücum etdi. Çoban Alabaşı köməyə çağırdı. Alabaş canavarı qovdu. Alabaş çobanın itidir. Bilirik ki, sürünün qarşısında həmişə çoban itləri gedir. Və deyir, şəkillərə diqqətlə baxın. C-də deyir, heyvanların insanlara yardımı barədə danışın. Burada birinci şəkildə itlər xilas edici kimi insanlara kömək edir. Zəlzələ və ya dağıntı zamanı itlər qoxusu ilə, yəni qoxu ilə insanları tapır və xilas edicilərə xəbər verir. Beləliklə, onlar insanların həyatını xilas edirlər. İkinci şəkil, atlar insanlara çox kömək edir. Çobanlar, poçtalyonlar və kənd adamları atla yol gedirlər. Çünki kəndlər arası məsafələr uzun olduğuna görə və ya həm kənddən kəndə, həm hər kənddə bildiyimiz kimi xəstəxana olmur. Məsəl üçün, müəyyən şeylər olmur ki, o şəhər tipli rayonlarda olur da, rayonda olur, mərkəzi yerlərdə olur. Və kəndlilər bu kimi yerlərə uzun məsafədir deyən atdan istifadə edirlər. Bəzən elə yollar olur ki, orada maşın keçərli olmur, maşın keçmir, getmək olmur. Bu zaman köməyə at gəlir və atlar həm də yük daşımağa və kənd təsərrüfatı işlərində də kəndçilərə kömək edir, kənd əhalisinə kömək edir. Üçüncü şəkildə delfinlər insanla boğulmaqdan xilas edə bilirlər. Dənizdə çətin vəziyyətdə qalan insanlara kömək edir, onları sahilə çıxardırlar, yəni kənara çıxarırlar. Dördüncü şəkil, fil insanlar üçün faydalı heyvandır. O meşədə işləyir, ağacları daşıyır, ağır işlərdə insanlara kömək edir və keçək bura, çoban bilirik də, qoyun sürüsünü otaran insana deyirik. Sürüdəki cəm halında olan heyvanların toplusudur. Böyük gö, kiçik gö, baxırıq sol tərəfdən Hüsn xətt hissəsinə. Gö, ü, l, d, a-nı hərf oxuyanda gö, ü, l, d, a-nı hecalayanda güldan, güldan. K, ö, l, gö, ə, kölgə, kölgə. P, ə, l, ə, n, g, pələng, pələng. Gö, ü, l, n, arı, gülnar, gülnar. Ç tapşırığınadır. Aşağıdakı sözləri köçürdün, samitlərin altına xətt çəkin. Samitlər hansılar olacaq? L, B, Ş.
Saitlər adı Alabaş sözündə gördüyümüz kimi A hərfləri verilibdir, başqa sait yoxdur. Yəni A'lar olmayacaq, onlar saitdir. Yerdə qalan hərflər L hərfi, B hərfi, Ş hərfi samitdir. Altdan xətt çəkəcəyik. Sürü, sürü. Sürü sözündə S ilə R samitdir. Ülər, 2 dənə ü var, onlar saitdir. Kömək sözündə Ö ilə Ə saitdir. Yerdə qalan K, M, K demək samitdir. Gül sözündə ü saitdir, amma G ilə L samitdir. İt sözündə i saitdir, T samitdir.